bəzən görürsünüz, gülməlidir. İranı Allah qoruyacaq. Allah niyə İranı qorumalıdır? Allah ədalətlidir. İran bir belə zülm elədi bütün müsəlmanlara, bütün bölgəyə, bütün daxildəki xalqlara. Allah İranı niyə qorumalıdır? Bilirsiniz, yenə deyirəm, bizdəkilər daha çox cəmiyyətdə də bir iki tirəlik, iki qütb yaranıb bu məsələdə. İran və İsrail. Bəlkə də çox qütb yaranıb. Əsas olaraq və bu məsələ cəmiyyətdəki bu mövqe ayrılıqlarını da bilməlidir. Bunun özü bizi çox incidən, məni çox incidən bir şeydir. Mənim üçün nə İsrail, nə İran, nə Amerika, nə qeyrisi, mənim üçün Azərbaycan marağı var. Mənim nəyimə lazım İsrail İrana neyniyəcək, İran İsrailə neyin. Mənim marağım odur ki, Azərbaycan buradan nə qazanacaq, yaxud nə itirəcək. Yəni deyək ki, İsrail vurdu, İran darmadağın dağıldı, biz heç nə qazanmadıq. Bizi narahat edən orada 50 milyona yaxın olan soydaşlarımızdır və informasiyalarda siz də yəqin ki bildiniz. 2 dəfə qeyri-rəsmi məlumatlara görə müxtəlif kanallar Azərbaycan hökuməti İsrailə çağırış edib ki, həm yerlərimizin olduğu yerlər hədəf alınmasın. Belə bir çağırış. O yanlışdır özü. Yəni İsrail orada mülki obyektləri vurmur. Yəni, misal üçün, əgər Təbrizin saat qülləsini vursaydı, nə bilim, şairlər qəbristanlığının mərkəzini vursaydı, Təbriz bazarını vursaydı, Əş qalasını vursaydı, nə bilim, El gölünü vursaydı, Şah gölünü vursaydı, biz, bəli, etiraz eləyə bilərdik ki, sən bizim soydaşlarımıza qarşı bunu... Oradakı hərbi obyektləri vurur, o hərbi obyektlər də bizə tuşlanmışdı. Vurur, yaxşı eləyir. Hələ az vurur. Qaldı ki, orada hərbi obyektlərdə hansısa bir Azərbaycanlı general, o Azərbaycanlı general Azərbaycana xidmət eləmir, Türkiyə xidmət eləmir, panfarsizmə xidmət eləyir, ölür, ölsün. Hələ mən söyləyirəm ki, bizim düşmənlərimizin sayı azdır. Baxın, yenə deyirəm, Quran oxumaqla donuz darıdan çıxmaz. Biz İsrailə lənət eləyək, ona nə bilim, olmaz o cür. Biz siyasi maraqlarımızı siyasi məsələlərlə həll eləyəcəyik. Hərbi